Salam, ədəbiyyat nəzəriyyəsinin mövzu izahlarına baxırıq. Lirik növün janrları, qoşma. Qoşma aşıq şeir növüdür. Yazılı ədəbiyyata aşıq şeirindən keçib. Şeir vahidi bənd, şeir şəkli dördlükdür. Bu nə deməkdir? Qoşmanın bitkin hissələrində deməli 4 misra olur. Bu onun artıq şəklidir və artıq misranın sayı 2-dən artıq olduğuna görə şeir vahidi bənddir. Biz sxematik olaraq burada qoşmanın xüsusiyyətlərinə baxaq. Burada 3 bitkin hissə göstərilib. 1, 2 və 3. Birinci bənd qoşmada deməli bunu Roma rəqəminə göstərək. İkinci bənd orta bənd adlanacaq. Sonuncu bənd isə son bənd adlanacaq. Bunların bir-birindən fərqi nədir? Birinci bəndin qafiyə quruluşu digərlərindən fərqli olur. Yəni, birinci bənddə qafiyə 2 misrada olur. 2-də və 4-də. Qalan bəndlərdə ancaq 4-cü misrada olur. Son bəndin orta bəndlərdən fərqi orada adın işlənməsidir. Deməli, bu bənddə ad işlənəcək və bənd möhür bəndi adlanacaq. Qoşmanın hər misrasında 11 heca olur. Bəndlərin sayı tək olur. Ən azı 3 bənddən ibarət olur və tək sayda davam edə bilər. 3, 5, 7, 9, 11 və s. Qafiyə quruluşu birinci bənd A, B, C, B, yəni A, 1, 3 sərbəst, bəzən qafiyələnmiş də ola bilər, əsasən sərbəst olur. 2, 4 həmişə qafiyələnir. Qalan bəndlərdə 1-ci, 2-ci, 3-cü misralar bir qafiyələnir. 4-cü misra 1-ci bəndlə həm qafiyə olur. Sonuncu bənddə onun kimi. Sonuncu bəndində dedik ki, qafiyə quruluşu orta bəndlərdən eynidir. Fərqləndirici xüsusiyyət isə orada adın işlənməsidir. İndi qoşmanın digər xüsusiyyətlərinə biz deməli nümunələr üzərində baxaq.